bitsin ondan. Cavab gəlsin ki, götürüb getsin bulvara. Bəli, elə Bakı bulvarından danışırıq. 116 yaşlı Bakı bulvarı. Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə xanım Mehdiyeva bizlə bərabərdir. Sabahınız xeyir olsun. Xoş gəldiniz Əfsanə xanım, sabahınız xeyir. Sabahınız xeyir olsun, xoş gününüz olsun. Necəsiniz, əhval-ruhiyyəniz? Yaxşıyıq, əlbəttə ki, yaxşıyıq. Siz də yaxşı olasınız. Bugün biz Bakı bulvarından danışırıq. Nə az, nə çox, düz 116 yaşını qeyd edir. Bir əsrdən çoxdur ki, Bakı bulvarı hər kəsin ixtiyarındadır. Bu illər ərzində çox dəyişib, xeyli dəyişib. Mən istərdim ki, elə ilk olaraq ondan danışaq ki, hansı mərhələlərdən keçib, nələrdən keçib və bugün bax belə gözəl şəkildə bizim ixtiyarımızdadır Bakı bulvarı. 1909-cu ildə yaranma tarixinə baxsaq, təbii ki, indiki Aznef meydanından Kukla teatrını əhatə eləyirdi Bakı bulvarı. O zaman artıq ehtiyac var idi ki, şəhər sakinləri öz istirahətlərini təmin etmək üçün, gəzmək üçün bir gəzinti zolağının yaradılmasına ehtiyac var idi. Və nəzərə alsaq ki, o qısa bir ərazidən bugün 16 kilometrli, 216 hektarlıq bir ərazini əhatə eləyir. Təbii ki, bulvar getdikcə böyüyüb və şəhərin ən gəzməli, görməli məkanlarından birinə çevrilib və bulvarın simvolları var artıq. Uzun illərdir ki, bulvar özünün gəzməli, görməli yerləri ilə yanaşı, həm də mirvarisi ilə, Venesiyası ilə, saat qülləsi ilə, eyni zamanda... İllərlə görüş yeri olub da saat qülləsinin yanı ki, insanlar bununla bir-birini tapıblar, görüş Bəli, və bulvar gözəlləşir, abadlaşır. Təbii ki, bulvar şəhərin əsas, unikal məkanlarından biridir. Burada həm mədəniyyət obyektlərini görə bilərik, ticarət obyektlərini, gəzinti zolaqlarını, qaçış zolaqlarını, uşaqlar üçün əyləncə məkanlarını, yəni hər bir istirahəti özündə cəmləyən bir məkandır, unikal bir məkandır. Aktiv istirahət eləmək istəyən də bulvara gedə bilər, pasiv istirahət eləmək istəyən də bulvara gedə bilər, istənilən halda yolunuz düşsə. Yəni istirahətin hər növü bulvarda. Həm də İnsanlarla dəniz arasında bir mədəni körpüdür sanki də. Dənizlə insanları birləşdirən bir körpüdür Bakı bulvarı. Sözün həqiqi mənasında mədəni körpüdür. Çünki mədəniyyət obyektlərinin olması da bu sözü birbaşa ümumiyyətlə hala gətirir. Çünki konsertlərin orada təşkil olunması, konsertlərin, teatrlar var, muzeylər var. Yəni dünyada belə məkan demək olar ki, çox azdır və hətta deyərdik ki, bu qədər müxtəlif istirahəti birləşdirən məkan yoxdur desək yanılmaz. Əslində bulvar ərazisi siz də vurğuladınız ki, genişlənməkdədir. Ağşəhər bulvarı da bugünkü gündə diqqət mərkəzindədir və həqiqətən o ərazi o qədər zəngindir ki, dediyiniz o xüsusi obyektlərlə, xüsusi məkanlarla sən o bir başından o başda gedəndə əslində məsafə böyükdür. Hətta sonda fərqinə varmırsan ki, sən neçə kilometr yol qət eləmişsən. Çünki o qədər maraq doğuran obyektlər, məqamlar var. Ümumiyyətlə, Bakı bulvarının genişlənməsindən danışırıqsa, hər hansısa bir yeniliklər nəzərdə tutulubmu Bakı bulvarında? Təbii ki, genişlənməsindən danışırıqsa, bilirsiniz ki, son 20-25 ildə Bakı bulvarına xüsusi diqqət var dövlət tərəfindən və Ağşəhər bulvarından danışdınız. Ağşəhər bulvarının salınması, Yeni bulvarının salınması, Bayıl bulvarının salınması o genişlənmə prosesinin bir hissəsi idi və bilirsiniz ki, Bakının baş planında 2040-cı ilə qədər bulvarın Zığa qədər uzadılması məsələsi də var və bu da bulvara şəhər sakinlərinin istirahətinin təminatına verilən önəmin diqqətin göstəricisidir. Yəni, yaxın illərdə Zığ ərazisinə kimi uzadılması? 40-cı ilə qədər, bəli, Bakının baş planında nəzərdə tutulub. Əfsanə xanım, Bakı bulvarının yaşıl örtüyünün qorunması, təmizliyi, texniki baxımı da çox mühümdür. Bu istiqamətdə aparılan işlərdən də istəyirik ki, danışasınız. Təbii ki, bulvar idarəsinin bilavasitə vəzifələrindən biridir ki, bulvarın gözəlliyini, ekoloji mühitini, eyni zamanda yaşıllığını təmin eləsin, təmizliyini təmin eləsin və buna görə bizim peşəkar işçilərimiz var. Yaşıllıq sahəsində özünüz görürsünüz ki, elə yaşıllıqdan, gözəlləşmədən, bulvarın vizual görünüşündən söz düşürsə, biz yaz ayıdır və bizim hər kəsin tülpan kimi bildiyi, amma əslində adı dağ laləsi olan lalələrlə vəzədli və buna görə də peşəkar işçi heyəti, yaşıllıq sahəsinin işçiləri kifayət qədər canfəşanlıq göstərdilər ki, bu il bulvar daha da yaz fəslinə gözəl hazırlaşsın və 18 müxtəlif rəngdə çox lalələr var və orada çox möhtəşəm bir görüntülər, al-əlvan bir görüntü yaranır. Mən buna təbii təbiət peyzajı deyirəm və
təbiətin gözəlliyini bulvarda yaz mövsümündə daha yaxşı hiss edə bilərsiniz. Təbii ki, bu da işçilərimizin eyni zamanda peşəkarlığının nəticəsidir ki, bildiniz ki, qış mövsümündə bu il fevral ayı bir qədər sərt keçdi, amma buna baxmayaraq layihələr heç bir xəsarət almadan bugünə gəldik. Artıq yazda bizim üzümüzə gülürlər. Novruz bayramının demək olar ki, 3-cü, 4-cü günü artıq boy atmışdılar. Çox gözəl bir təbiət mənzərəsi yaratmışdı. Ona görə buradan bütün bulvar idarəsi işçilərinə də təşəkkür eləyək, onları da salamlayaq. Elə təbrik düşür də bugün münasibəti ilə onların bayramını təbrik eləyək. Etiraf eləyək, siz də vurğuladınız ki, Novruz bayramı olsun, yeni il, yəni müxtəlif bayramlarda ora bir başqa gözəl olur. Ötən illərə nisbətdə daha çox biz orada aktivlik görürük. Təbii ki, sakinlərin, gələn turistlərin təhlükəsizliyi də böyük bir önəm kəsb eləyir və etiraf edim ki, dəfələrlə orada görmüşəm ki, hər hansısa bir hadisənin qarşısını təhlükəsizlik əməkdaşları yerindəcə dəfələrlə qarşısını almağı bacarırlar. Ümumiyyətlə, bu mövzu da yəqin ki, çətin və həssas bir mövzudur. Orada gəzənlərin, istirahət edənlərin təhlükəsizliyi mövzusu. Çox sağ olun ki, bu mövzuya toxundunuz. Həqiqətən də bu biraz çətin mövzudur. Çünki bizim təhlükəsizlik xidmətinin əməkdaşları da 24/7, yəni həftənin 7 günü 24 saat orada xidmət aparırlar. Bilirsiniz ki, bəzən insanlarla münasibətin elə həssas qurulması vacibdir ki, orada. Çünki hər cür insan gəlir və bəzən elə hallarla rastlaşırıq ki, elə o əkilmiş gülləri bəzən görürsünüz ki, qopardırlar və yaxud da insanların bir-birinə münasibətində o həssaslıq gözlənilmir. Bunların hamısını bizim mühafizə xidməti təmin edir və onların işi doğrudan da çətindir. Amma onlar da öz işinin öhdəsindən xatırlayıram, hətta Aynur, mənim yaddadır, yoxsa orada kaktuslar var, bir bölmə var, orada bir ara ora sakinlər tərəfindən müdaxilələr olurdu bitkilərə. Axır onu bir şüşə ilə əhatələdilər ki, heç olmasa ora yaxınlaşmır, bu təbiətdə bir qalsın, qorunsun Bakı bulvarında. Əslində insanlar özü həssas olmalıdır, çünki bütün bunlar bizim üçündür. Əgər səslənsəz buradan nə demək istərdiniz sakinlərimizə, gələnlərə, bulvara ziyarət edənlərə? Düzdür, bulvarda bayaq da sizin qeyd elədiyiniz kimi təmizliyin qorunması, təmizliyin saxlanılması, ağacların, yaşıllığın qorunması, çünki bulvar özü ekosistemdir. Hər biri təbii ki, bulvar idarəsinin vəzifəsidir, bilavasitə vəzifəsi. Amma bizim bir vətəndaş olaraq da vəzifəmiz, borcumuz o yaradılan gözəlliyi qorumaqdır. Mən çox istəyərdim ki, hər birimiz həssas olaq. Çünki o gözəlliklər hər birimiz üçündür. Mən özüm bulvar idarəsinin işçisi olmazdan əvvəl də orada əkilən gülləri görəndə heç zaman dərmək haqda fikirləşmirdim. Ona baxmaq haqda fikirləşirdim. Yəni istərdim ki, o gözəllik... Amma bu sevgi ilə yanaşsın. Bəli, hər birimiz təkcə bulvarda yox, ümumiyyətlə şəhərdə yaradılan istənilən gözəllik qoruyaq. Çünki bu bilirsiniz... Evimizdir. Bakı bizimdir, bizə qalır. Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bizlə birlikdə idi. Təşəkkür edirik, təbrik edirik. Bir daha uğurlar sizə. Çox sağ olun, təşəkkür edirik. Təşəkkür edirik və qısa fasilədən sonra yenidən buradayıq.